Birinci sual. Mənfi bir altı nöqtəsi funksiyasının qrafikinin simmetri oxu üzərində olarsa m-i tapın. Bildiyimiz kimi qrafikin parabolanın simmetri oxu x bərabərdir m. Yəni mənfi b böl 2a düsturuyla tapılır. İndi bunu hesablayaq əvvəlcə biz. Deməli, m bərabərdir. Yəni mənfi bir altı nöqtəsi bu simmetri oxu üzərindədirsə, yəni x mənfi 1-dir də, yəni m əslində burada x-dir, mənfi 1-dir. Onda bu ifadədə yerinə qoyaq. Deməli, mənfi bm çıx 2 bölünsün mənfi 2 m plus 4 bərabərdir mənfi 1-ə. Və buradan artıq hesablaya bilərik. Deməli, m çıx 2 bərabərdir mənfi 2 m plus 4. Mənfilər müsbətə gedir onsuz da. M çıx 2 bərabərdir mənfi 2 m çıx 8. 3m bərabərdir mənfi 6. M bərabər mənfi 2. A bənd. İkinci sual. Funksiyasının sıfırlarını tapın. Sıfırları x oxunun kəsdiyi nöqtələrdir. Yəni köklərini axtarmalıyıq. X oxunun kəssə y-ə 0 yazmalıyıq. Yəni y-in yerinə 0 yazacağıq. O zaman kök alt, yəni kök altda x kvadrat çıxsın 5x deyil 4. Modulda x plus 1 çıx 5 bərabər 0. Məxrəc 0 olmadığına görə sürəti 0-a bərabər edirik. Burada da kökün biri 1, digər kök 4 olacaq. Amma 4 məxrəci 0-a çevirdiyinə görə onu götürməyəcəyik. O zaman 1, yəni C bəndi. Üçüncü sual. Kx minus 5 düz xəttinin qrafiki parabolasının təpə nöqtəsindən keçir. O zaman biz parabolanın təpə nöqtəsini tapaq. Düstur və ya düstursuz fərqi yoxdur, tapa bilərik. X kvadrat çıx 4x üstəgəl 4 üstəgəl 3 şəklində yazaq. X çıxılsın 2-nin kvadratı üstəgəl 3. Demək, təpə nöqtəsinin koordinatları 2, 3-dür. Bunu bu düz xəttin funksiyasında yerinə yazırıq. 1-in yerinə 3, x-in yerinə 2. 8 bərabərdir 2k, k bərabərdir 4. Dördüncü. Funksiyasının təyin oblasti. Təyin oblasti deməli bizə kökün altındakı ifadə, yəni 9 çıx x kvadratı 0-dan böyük bərabər və x kvadrat çıx 9 böyük bərabərdir 0 olmalıdır. Buradan alınır x kvadrat kiçik bərabər 9, x kvadrat böyük bərabər 9. Təbii ki, bunu yəni 9-dan kvadratı 9-dan böyük və 9-dan kiçik olan 2 dənə ədəd var. Biri mənfi 3-dür, digəri də 3-dür. Yəni E bəndi. Beşinci sual. Funksiyasının qiymətlər çoxluğunu tapın. Bunu koşu bərabərsizliyini yaza bilərik. Deməli, 4-cü dərəcədən x üstəgəl 16 böl ədəd orta həndəsi ortadan böyük bərabərdir. Yəni bunların hasilindən. Bu bərabərdir. Kök ətdə 16-dır və 8. Yəni 8-dən böyük bərabər. E bəndi. Funksiyasının təyin oblasına daxil olan ədədlərin sayını tapın. 6-cı sual. Bu hissədə
Məxrəc sıfırdan fərqli olmalıdır. Yəni kök altda 9x kvadrat fərqlidir 0. Daha doğrusu belə yazaq. Elə kökün altındakı ifadəni sıfırdan böyük yazsaq kifayət edir. 9 çıxılsın x kvadrat böyükdür 0. Yəni 0 bərabər olmadan. Bunun da 50 mənfi 3 zararlı olacaq. P 3'dən x. Təbii ki burada x 3'dən böyük, kiçik bərabər. 3'dən kiçik bərabər olmalıdır. Bizdən də sayını soruşur. Demək olacaq 1, 2, 3. Ya 3 olmayacaq. 1, 2. Və daxil olan ədədlərin sayını deyir. 0 da ola bilər. Deməli olacaq onda 0, 1, 2. C bənd. Yedinci sual. Funksiyasının sıfırlarını tapın. Bunun üçün biz bunu sıfıra bərabər eləməliyik. Əvvəlcə kombinezon x-dən 2-ni hesablayaq. X faktorial bölünsün 2 faktorial vurulsun x çıx 2 faktorial. Çıxılsın 3x üstə gəl 3 bərabər 0. Bunu x faktorial yazaq. X çıx 2 faktorial vurulsun x çıx 1 vurulsun x. 2x çıx 2 faktorial. Bunlar ixtisar gedəcək. Hamısını 2'ye vura bilərik. X kvadrat çıxılsın 7 x üstə 6 bərabər 0. 1 və 6. İndi burada 1, yəni kombinezon 1'dən 2 olmaz. Ona görə 1'i çıxardıq buradan, qalır 6. B bənd. 8-ci sual funksiyasının qiymətlər çoxluğunu tapın. Öncə bunu sadələşdirək. Deməli x kubu və 1 bölü x kubunu birlikdə hesablayaq kublar düsturu ilə. X üstə gəl 1 bölü x. X kvadrat hasili 1 bölü x kvadrat. Üstə gəl 3. 3'ü çıxardıram bu ikisindən. X üstə gəl 1 bölü x. Buradan da x üstə gəl 1 bölü x. Ortaq vurup çıxaraq. Qalsın x kvadrat üstə gəl 2 üstə gəl 1 bölü x kvadratı qalacaq. Bu da bərabərdir. İkinci mötərizə bizə x üstə gəl 1 bölü x-in mötərizə kvadratı bu ifadəni verir. Bu da bərabərdir onda x üstə gəl 1 bölü x-in kubu. Yenə də koşu bərabərlisinə görə x üstə gəl 1 bölü x 2'dən böyük bərabər və mənfi 2'dən kiçik bərabərdir. Onda 2'nin kubu eləyəcək 8, yəni 8 müsbət sonsuzluq, mənfi 2'nin kubu mənfi 8, yəni mənfi sonsuzluqdan mənfi 8'e qədər. D bəndi. 9-cu sual funksiyasının təyin oblastını tapın. Yenə də biz kökaltı ifadələri sıfırdan böyük bərabər yazırıq. X plus 1 böyük bərabər 0. Birinci ifadə x kvadrat kiçik bərabərdir 4. X kvadrat böyük bərabər 4. X böyük bərabərdir mənfi 1. Bunların da ortaq həlli tapmalıyıq. Mənfi 1'dən böyük olmalıdır, bu dəqiqdir. Yuxarıdakı 2 dənəsinin, yəni bax bu iki ifadənin ortaq həlli də bayaq da buna oxşar bir məsələ yazmışdıq. Mənfi 2 ilə 2'dir. Və mənfi 2 bu aralığa daxil olmağına görə biz ortaq həll olaraq 2'ni götürərik.
10-cu sual funksiyasının ən böyük qiymətini tapın. Ən böyük olması üçün bu modul ən kiçik olmalıdır. Onda x kvadrat plus 8 çıx 5 bərabər 0-dır. Onda x kvadrat üstəgəl 8 çıx 5 bərabərdir 0. Yəni x kvadrat üstəgəl 8 funksiyasının ən böyük qiyməti. Tamam. Buradan da bərabər 5. Buradan x kvadrat plus 8 bərabərdir 5. X kvadrat bərabərdir mənfi 3. Kökü yoxdur. X kvadrat üstəgəl 8 bərabərdir mənfi 5. X kvadrat bərabərdir mənfi 13. Kökü yoxdur. Deməli, o sıfıra çevrilmir. O zaman biz x-in ən aşağı, ən kiçik qiymətini tapmalıyıq. X-in ən kiçik qiyməti də x kvadrat. Daha doğrusu x kvadratın ən kiçik qiyməti 0 olacaq. Aparıb o funksiyada yerinə yazaq. Onda olacaq, deməli, mənfi 0, 8 çıx 5 üstəgəl 18 bərabərdir 15. A-dan. 11-ci sual. X-in hansı qiymətlərində funksiyasının qiymətləri mənfi 1-5 aralığında yerləşər? Qiymətlər oblasti təbii ki, y-dən gedir söhbət. Deməli, y bu aralıqda olmalıdır. Yəni, mənfi 1 kiçik bərabərdir 3x çıx 4 kiçikdir 5. Bərabər əldə edirik. Hər tərəfinə 4 əlavə eləsək, 3-ə bölsək, bu tərəf. Yəni 1-3 aralığı B bəndi. 12-ci sual. Nöqtəsi deməli funksiyasının qrafik üzərindədir. F6-nı tapın. Bu nöqtəni, yəni x və y-i funksiyada nəzərə alaq. 3 bərabərdir k üstəgəl 2 bölünsün y-in yerinə də x-in yerinə 1 yazırıq. K üstəgəl 2 bərabərdir 3, k bərabərdir 1. İndi isə F6. K 1 üstəgəl 2-dir və 6-dır. 6-da 3, yəni 2-də 1. D bəndi. 13-cü sual. Deməli, funksiya verilib. Əkəb F7, F28-i soruşur. Əvvəlcə F7-ni hesablayaq. 4, 2, 9. Sonra F28 hesablayaq. 5, 30. Yəni 6-da 1. İndi isə əkəb 9-da 2, 6-da 1-i hesablayaq. Bərabərdir. Bunun üçün 18-də 1-i çıxaraq mötərizə xərcinə içəridə qalacaq. Deməli, 2 vur, belə deyək, 4 qalacaq. Burada isə 6, 3 qalacaq. Bərabərdir. 18-də 1, bu da əkəb 12-dir. 6-ya yaxça eləsək, 2, 3, 3-də 2. Deməli, B bəndi. 14-cü sual. Funksiyaların kəsim nöqtələrinin koordinatlarını soruşur. Bunun üçün bunları bir-birinə bərabərləşdirməliyik. Yəni 3-də 2 x üstəgəl 2 bərabərdir x-də 12. Hamısını 3x-ə vursaq 2x kvadrat 6x bərabərdir 36. 2-yə bölsək bərabər 0. Demək, kökün biri mənfi 6, biri də 3 olacaq. x1 mənfi 6 olsa, y1-i məsələn burada, elə burada yazaq.
Mənfi 6 yazsaq, mənfi 2. Deməli, nöqtənin biri mənfi 6, mənfi 2-dir. X2, 3 olsa, demək, y2-ni tapaq. 3 qoysaq 4 olar. 3, 4. D bəndi. 15-ci sual. Deməli, A-nın hansı qiymətdə düz xəttinin qrafiki 1/3 rüblərdən keçər? 1/3 rüblərdən keçirsə qrafik, demək, koordinat başlanğıcından keçmiş olacaq. Yəni, KX şəklində olmalıdır. O zaman B'si 0. Yəni, 10 plus 3A çıxılsın A kvadrat bərabər 0. Burada kökün biri 5, biri də mənfi 2-dir. Və bucaq iti olmalıdır, yəni K'sı da müsbət olmalıdır. 5 yazsaq mənfi edəcək. Ona görə 5 ödəmir, cavab mənfi 2 olacaq. C bəndi. 16-cı sual. F, J4, 7 olarsa, əvvəlcə G4'ü tapaq. Kök altda 4 üstə 7, 3, 5. Gətirib yerinə yazsaq, F5, 7 olmuş olar. Bunu da bu funksiyada yerinə yazaq. F5, 7. Yəni, 25A üstə gəl 2 bərabərdir 7-yə. A bərabərdir 5-də 1. İndi isə F10'u tapaq. F10 bərabərdir 5-də 1, onun kvadratı 100, üstə gəl 2. 22, E bəndi. 17-ci sual funksiyası üçün f(x)'i tapın. f(x)'i tapaq əvvəl. Yəni, bu içəridəki funksiyanı tapaq. f(x) bərabərdir f(x) üstə gəl 3-də 1. f(x) budur. Bunu da artıq f funksiyasında x-in əvəzinə bunu yazmış olacaq. x üstə gəl 3-də 1. Üstə gəl 3-də 1 bərabər x üstə gəl 3-də 2. İndi isə f(x) üstə gəl 3-də 2-ni tapaq. Yəni, mən bunu aparıb f(x)'in yerinə yazdım. Bərabərdir. Yenə də biz x-in əvəzinə yazmalıyıq. X üstə gəl 3-də 2, üstə gəl 3-də 1. 1. B bəndi. 18-ci sual. Funksiyasının üfüqi asimtotu 2-də 3. Üfüqi asimtot bildiyimiz kimi burada deməli A bölünsün 2B olacaq. Bərabərdir 2-də 3'dür. Onda A bölünsün B bərabərdir 3 eləyəcək. Şaquli asimtot isə 1'dir. Yəni, 1'də məxrəc 0 olur. Yəni, x bərabərdir 1'dir. 2bx çıxı 3 bərabər 0. Burada x-in əvəzinə 1 yazsaq 2b bərabər 3. Buradan b-ni tapsaq a bölü 3 olacaq. 2 vurulsun a bölünsün 3 bərabərdir 3. A bərabərdir 4,5. Onda b-ni tapırıq. A bölü 3 idi. Yəni 4,5 bölünsün 3 bərabərdir 1,5. A üstə gəl B də olacaq. 4,5 üstə gəl 1,5 bərabərdir 6. C bəndi. 19-cu sual funksiyası üçün bu hesablamalıyıq. Burada f 2-də kök 2 irrasionaldır. İrrasionalsa biz bunu ikinci tənlikdə, ikinci funksiyada nəzərə almalıyıq. Əvvəl onu hesablayaq. 2-də kök altda 2 bərabərdir x kvadrat. Yəni 2-də kök altda 2'nin kvadratı. Bərabər 2'də 1.
Da yerinə yazaq. F 2-də 1-ində hesablamalıyıq. Bu isə rasionaldır, yəni birinci funksiyada 3 vurulsun 2-də 1 üstəgəl 1. 2,5 B bənd. 20-ci sual. Funksiyasının qiymətlər çoxluğuna daxil olan ən böyük ədədlə ən kiçik ədədin fərqi. Əvvəlcə bunu sadələşdirək. Surətdə eləyir kök altda x çıx 2-nin kvadratı. Məxrəc x çıx 2 üstəgəl 8 bərabərdir. Burada modulda alınır. Modullu bir müsbət açaq. Deməli, bu eləyəcək 9. Mənfi açsaq, deməli, mənfi x çıx 2 və 7. Fərqi deyir, 9 çıx 7 bərabər 2. Yəni, C bəndi. Test 6. Birinci sual, funksiyasının qiymətlər çoxluğunu tapın. Burada kök altda x-in qiymətlər çoxluğu 0 müsbət sonsuzluqdur. İkinci funksiyanın qiymətlər çoxluğu isə deməli yəni belə deyək. Bunu ayrı-ayrı yazaq əvvəlcə. Ən kiçik qiymətini axtaraq öncə əvvəlcə. Ən kiçik qiymət. Və x bərabər 4-də ən kiçik qiymət alacaq. 2 kök altda 4 üstəgəl 0. Verir 4. Deməli, ən aşağı qiyməti 4-dür. 4 müsbət sonsuzluq. İkinci sual. Təpə nöqtələri funksiyaların qrafiklərinin kəsişmə nöqtələrinin üstündən sayısını tapın. Öncə bu bunları kəsişdirək. 2x üstəgəl 6 bərabərdir mənfi 2x üstəgəl 6. 4x bərabər 0, x bərabər 0. Qrafiki quraq. Deməli, 2x üstəgəl 6, 6-dan keçməlidir hər ikisi. Deməli, birinin qrafiki bu şəkildə olacaq, digərinki isə bu şəkildə. Burada x-i 0 tapdıq, y-i də tapaq. Y də olacaq. Y zaten mənimdir. X 0, x oxu ilə kəsişmə nöqtəsini tapaq, belə deyək. X oxu ilə kəsişmə nöqtəsini tapaq. Mənfi 2x üstəgəl 6 bərabərdir 0, x bərabərdir 3-ə. Bu 3-dür. 2x üstəgəl 6 bərabərdir 0, x bərabərdir mənfi 3, bu da mənfi 3-dür. Qrafiklərin kəsişmə nöqtəsi deyir, biri bura olsun, biri də y bərabərdir mənfi 4. Mənfi 4-dən keçməlidir. O zaman biz bu nöqtələrdə tapmalıyıq. Yəni, mənfi 4-dən kəsişmə nöqtəsini. Onu da hesablayaq. X üstəgəl 6 bərabərdir mənfi 4. X bərabərdir mənfi 5. Deməli, bu mənfi 5-də 2x mənfi 2x üstəgəl 6 bərabərdir. Deməli, mənfi 4. 5. Bu da 5-dir. Bu üçbucağın hündürlüyü mənfi 4-dən 6-ya 10-dur. Oturacaq mənfi 5-dən 5-ə. Bu da 10-dur. Sahə S bərabərdir 2-də 1 AH. Və bərabərdir 50. Deməli, C bəndi. Üçüncü sual. Funksiyasının qiymətlər çoxluğundan götürülmüş irqlər üçün
ifadəsinin qiymətini tapın. Öncə bunun qiymətlər çoxluğunu tapaq. Deməli, y bərabərdir. Kök altda mənfi x kvadrat üstəgəl 4x üstəgəl 5. M-lə tapacam. 4 böl mənfi 2 bərabərdir 2. Yerinə qoyub yeni tapaq. 3. Demək, bunun qiymətləri çox olacaq. Mənfi sonsuzluqdan, yox, mənfi olmaz, sıfırdan. 0, 3 aralı. Bu y-dir. İndi bu ifadəni açaq, yəni modulları açaq. Birinci modula baxsaq, 0, 3 aralığında bu modul mənfidir. Ona görə olacaq 4 çıx y. 4 çıxırıq. İkinci modul müsbətdir. Olduğu kimi açaq. 3,7 üstəgəl 2y. Üçüncü modulda müsbətdir. Onda olduğu kimi y üstəgəl 2. Çıxılsın da orada. Çıxılsın yazmalıyam. Çıxılsın. Burada y'lər islah olur, bərabərdir 5,7. A variantı. Dördüncü sual, funksiyasının təyin oblastını tapın. Deməli, 1 bölünsün 3-cü dərəcədən x çıx 2 sıfırdan böyük bərabər olmalıdır. Bu ifadə, yəni bu kəsirin də sıfırdan böyük olması üçün, müsbət olması üçün məxrəzdəki ifadə, yəni 3-cü dərəcədən x çıx 2 sıfırdan böyük olmalıdır. Buradan x çıx 2 böyükdür 0, x böyükdür 2-dən. E bəndi 2 müsbət sonsuzluq. Beşinci sual. Funksiyaların qrafilər koordinat başlanğıcına nəzərən simmetri olarsa nisbətini tapın. F4. Əvvəlcə F4'ü hesablayaq. Deməli 64 çıxsın 48 üstəgəl 2. 18. Koordinat başlanğıcına simmetri olduğuna görə G4 olacaq mənfi 18. F0 hesablayaq. F0'da deməli alacaq 2. Koordinat başlanğıcına görə simmetri olduğuna görə o 0 nöqtəsindən keçəcək. Ona görə F0'da 2 alırsa J0'da da 2. Yəni hər ikisi o nöqtədən keçəcək. Onu da yerinə yazaq. 18 çıxsın mənfi 18 bölünsün 2. 18. E bəndi. 6-cı sual. Funksiyasının azalma aralığını tapın. Biraz sadələşdirək bunu. 3'də 2 kök altda 2. Deməli, modulda x çıx 2. 3'də 2 kökdə 2. Birdən kiçikdir. Onda bu funksiya, deməli, burada 2'yə qədər var. Bir də 2'dən sonra var da. Deməli, 2'yə qədər artacaq. Artıq 2'dən sonra azalma baş verəcək. Yəni, azalma aralığı olacaq. 2 müsbət sonsuzluq. Yəni, bu 1'dən kiçik olduğuna görə dərəcə böyüklükdən kiçiləcək. Ona görə 2'dən böyük qiymətlərdə bu modul böyüyəcək və ədəd də kiçiləcək. Ona görə azalma aralığı 2 müsbət sonsuz olacaq. 7-ci sual. Fx funksiyası bütün ədəd oxunda təyin olunmuş və əsas dövrü a-ya bərabər olan tək funksiyadır. Tək funksiyası deməli f mənfi 3 mənfi f3'dür. Bunu nəzərə alırıq. Dövr, yəni t adı
ifadəsinin qiymətini tapın. Onda f 3-də aldığı qiymətlə f 3+a-da aldığı qiymət və ya f 3+2a-da aldığı qiymət eynidir. Eyni olacaq. Və yenə də 3-də aldığı qiymət 3-a aldığı qiymət eyni olacaq. Tək olduğuna görə mənfi qarşıya çıxacaq. A çıxı 3 yaza bilərik. Bunları aparaq ifadədə yerinə yazaq. Deməli 2a plus 3-ün əvəzinə yazacağıq f3. 3f3 f mənfi 3-ün əvəzinə mənfi f3, yəni üstə gəl f3. F artıq 3-ün əvəzinə mənfi f3 üstə gəl 2f3 üstə gəl 5 bərabərdir 4f3 bölünsün f3 və eləyər 9 A bəndi. 8-ci sual fx, gx bütün ədəd oxuna təyin olunmuş və dövrləri uyğun olaraq 5, 3 bərabər olan tək funksiyalardır. Bütün ədəd oxuna təyin olunsa, deməli hər ikisi 0-da 0 alacaq. Bunu nəzərə alacaq. Deməli f3-də 2 alır. f3-də 2 alır. Bizə lazımdır burada bax f18. f18-i necə tapacaq? Deməli bir dənə var burada f3. Hə, f3 məlumdur heç. Onda dövrü 5-dirsə, deməli 8-də də 2 alacaq. 13-də də 2 alacaq. 18-də də 2 alacaq. Bunu tapdıq. Sonra f20. Dedik tək funksiyada bütün ədəd oxuna təyin olunubsa, deməli 0-da 0 alır, deməli f20-də də 0 alacaq, dövrü 5 olduğuna görə. Bunu tapdıq. İndi keçək o biri funksiyamıza. Deməli j2-də 5 alır. Dövrü də 3-dür. j-2 təbii ki tək olduğuna görə j-2 də alacaq, -5. Bunu aldıq. j-8. Hə. Əgər dövrü 3-dürsə 5-də j5-də, yəni üstünə 3 gəldən 5 alacaq. 8-də də 5 alacaq. Onda -8-də tək olduğuna görə -5 alacaq. Bunu da tapdıq. Deməli j-2-ni tapmışıq. Qaldı j-15. Tək olduğuna görə j0-da 0 alır və periodu 3 olduğundan -15-də də 0 alacaq. Və bunları orada nəzərə alaq. f18-i biz almışıq. 2 4 2 8 j-2 -5'dir. -5'dir. f20 0'dır. j-8 -5'dir. f3 zaten 2'dir. 2'ye vursak 4. j-15 0. -3. Deməli D bəndi. 9-cu sual, deməli fx, gx bütün ədəd oxunda təyin olunmuş, dövrləri a və b olan tək funksiyadır. Baxaq. Deməli f 2-də 12-dir, dövrü a-dır. Digəri c3-də 4-dür, dövrü də b-dir. Deməli f 2 üstə gəl a-da da 12 alacaq, dövrü a olduğuna görə. F 2 üstə gəl nədir burada? 5a. 5a-da da 12 olacaq. Bunu tapdıq. İndi keçək 3a çıx 2. Deməli f 2 çıx a-da da 12 alacaq. F 2 çıx 3a-da da
12 alacaq. Yerini dəyişirəm. 3 artıq 12 tək olduğuna görə 2. Mənfi 12 alacaq. Bunu tapdıq. İndi bunu hesablayaq. C3 üstəgəl B-də də 4 alacaq. C nədir bu? 7B. 3 üstəgəl 7B-də də 4 alacaq. Çıxılsın. Çıxmasında da yəni C 3 çıx B-də də 4 alacaq. Çıx 2B. 3 çıx 2B-də də 4 alacaq. Yerini dəyişirəm. 2B çıx 3-də də alacaq. Mənfi 4. Bunları gətirək. Verilən funksiyada ifadədə nəzərə alaraq 3 vurulsun F 3A çıx 2-ni biz tapmışıq. Mənfi 12. C2B çıx 3-ü axırda aldıq. Mənfi 4. Çıx 4 olacaq. 7B plus 3 4'dür. Çıxasın 2 vurulsun. 5A plus 2'ni de burada almışıq. 12. Mənfi 40 bölünsün mənfi 20 bərabər 2. E bəndi. Burada E düşməyib 2-dir. 10-cu sual. A parametrinin neçə tam qiymətlə kvadrat funksiyası ən böyük qiymətini alır? Ən böyük qiyməti almaq üçün parabola onları aşağı olmalıdır. Yəni A kvadrat üstəgəl 5A çıxılsın 14 kiçikdir 0 olmalıdır. Burada da mənfi 7 2. Mənfi 7 2. Yəni mənfi 7 2 aralı. Bizdən də neçə tam qiymətində deyir. Deməli mənfi 6, mənfi 5, 4, 3, 1. 8 qiymətində. 8 dənədir. C bənd. 11-ci sual. Bu şərti ödəyən fx funksiyası üçün f9-u tapın. 9 olması üçün x-ə 3 versən, burada hər ikisində 9 olacaq. Yəni x-in yerinə 3 yazaq. Olur f9 üstəgəl f9 bərabərdir 3 üstəgəl 12 3 çıx 2. 2f9 bərabərdir 15 f9 bərabərdir 7 tam onda 5. C bəndi. 12-ci sual. Sabit funksiya olarsa B çıxar fərqini tapın. Sabit funksiyadırsa demək bunlarda nisbətlər bərabər olmalıdır. A bölünsün 3 bərabərdir mənfi 10 bölünsün 5. Və həmçinin sabit hissələrində nisbətləri bərabərdir. B çıxılsın 4 mənfi 3B üstəgəl 7. Bu ikisini bərabərləşdirsək buradan A bərabərdir mənfi 6 taparıq. Bunu da hesablayaq. Mənfi 2-yə bərabər eləyək. Mənfi 6B çıxılsın 14. Mənfi 2. Tamam. Doğrusu müsbət. Bu da eləyəcək. Demək, mənfi 5B bərabərdir mənfi 10. B bərabərdir 2. Onda B çıxar, yəni 2 çıx mənfi 6, 8. D bəndi. 13-cü sual. Demək, olarsa A tapın. Burada B eləyək. Bunu buna bərabərləşdirək. X üstəgəl 1 bölünsün 3 bərabərdir 2A üstəgəl 3. Buradan x-i tapaq. Alta üstəgəl 8. Və bunu burada yazacağıq. 49-a bərabər eləyək. Çünki biz bunu artıq bundan əvəz elədik. Onda 2 vurulsun 6A üstəgəl 8 çıx 3 bərabərdir 49. 12A
52 36 A bərabər 3. Deməli cavab B bənd. On dördüncü sual funksiyasının maili asimptotunu tapın. Maili asimptotu tapmaq üçün deməli sürəti məxrəcə böl. Qismətə baxmaq lazımdır. Bölək. Çıxılsın 6 bölünsün x kvadrat 2x deyil 3. Əvvəlcə qalır 2x oldu 3x kub yox 2x kubu çıxılsın 4x kvadrat üstəyəl 6x çıxırıq mənfi 3x kvadrat üstəyəl 6x onda çıxılsın 3 qalacaq 3x kvadrat çıxılsın üstəyəl 6x biri qalmışdı 6x çıx 9 bu da var bunlar getdi mənfi 15 yox mənfi 3 qalıq bizə lazımdır təbii ki burada 2x çıx 3 bu olacaq maili asimptot 2x çıxılsın 3 yəni A bənd. 15-ci sual fx cüt gx tək funksiyadır. Fx cütsə onda mənfi f mənfi a-nın əvəzinə biz f a yaza bilərik kub. J təksə burada mənfi qarşıya çıxacaq. Bərabər 35. Bunu düstur bir də bunu da biz sadələşdirək. Deməli f kvadrat a f kvadrat a deməli bu müsbət bu mənfi olacaq üstəgəl olacaq f a c a kvadrata ehtiyac yoxdur elə olduğu kimi bərabər 7. İndi bunu açaq düsturla f a çıx c a f kvadrat a üstəgəl f a c a üstəgəl c kvadrat a bərabər 35. Bu orada verilibdir 7'dir. Onda belə çıxır ki f a çıx c a bərabər 5'ə. Bizdən də f a c a-sındır. Bunu da bir də kvadrata yüksəldək. Çıx. Ya da ki. Heç bunu yüksəltməyək. Mən bunu sildim. Neysə. F a çıx c a bərabər 5 yazaq. İndi buradakı ifadəni bax f kvadrat c kvadrat bunu belə yazaq. F a çıx c a-nın kvadratı üstəgəl 2f a c a. Bir də üstəgəl f a c a bərabər 7. Bu əcə 25. 5'dir. Üstəgəl 3 dənə f a c a bərabər 7'yə 3 f a c a bərabərdir mənfi 18'ə f a c a mənfi 6 D bənd. On 16-cı sual. Düzbəli koordinat sistemində y bərabərdir 3 düz xəttinə nəzərən y bərabərdir x 2 çıx 2 düz xətt ilə simmetrik olan düz xəttin tənliyini tapın. Qrafikdən quraq bunu. Deməli bunun deməli qrafiki mənfi 2-dən keçəcək formada mənfi 2. Y bərabərdir 3 düz xəttində çəkək. Qırmızı ilə çəkək. 3. Və baxaq. İndi digər düz xəttin qrafiki necə olacaq ona baxaq. Buna nəzərən deyirsə buradan keçmiş olacaq.
Bu təxmini belə bir qrafik quraq. Və bu məsafəyə baxırıq. Məsafə 5 olduğuna görə 5 də yuxarı atsaq bunu 8-ə gələr. Deməli o qrafikdə belə olacaq. İri bərabərdir 8 çıx x. 8 çıx x. Yəni mənfi x üzrə 8, 8 çıx x. Deməli C variantı olacaq. 17-ci sual. Düzləri koordinat sistemində mənfi x-ə nəzərən düz xəttlə simmetrik olan düz xəttin tənliyi. Mənfi x-in qrafiki iri bərabərdir mənfi x. Deməli, belə formada keçəcək. Fikir verək, bunların k-ları eynidir. Yəni, bucaqlar eynidir də. K mənfi 1 olduğuna görə bucaq tangens 135 dərəcə olacaq. Yəni, bunlar bir-birinə paralel olmalıdır. O zaman 2 çıx x-in qrafiki 2-dən keçmiş olacaq. Buna simmetri olanda hardan keçmiş olacaq? Mənfi 2-dən keçmiş olacaq. Deməli, mənfi x çıx mənfi 2. A variantı. Maili asimtot soruşur. Yenə də biz surəti məxrəcə bölməliyik. Bayaqki sualla eynidir. Surəti məxrəcə bölüb qalığı tapırıq. 19-cu sual. A parametrin hansı ən kiçik qiymətində kvadratik funksiyasının ən kiçik qiyməti 10 olar. Kvadratik funksiyanın ən kiçik qiyməti n-dir. Yəni mənfi b kvadrat çıx 4ac bölünsün 4a bərabərdir 10. Deməli, b kvadrat, yəni a çıx 2-nin kvadratı çıxılsın 4 vur 4 bərabərdir mənfi 10. Bu da a kvadrat. Hesablayaq bunu. Mənfi 40. 16a. Üstəyə 60. Və biri 10'dur, biri də 6'dır. Kiçik qiymət dediyinə görə təbii ki B. 20 də eynisidir. Ən böyük qiymət 3 olar. Burada bir şey nəzərə alaq ki, böyük olması üçün dedik ki, qollar aşağı, yəni a kvadrat çıx 6 sıfırdan kiçik olmalıdır. Bunu nəzərə alacaq. Bir də n bərabərdir mənfi b kvadrat, yəni çıxılsın 4 ac bölünsün 4a bərabər 3-ə. Dört a üstəgəl 4 çıx 4a kvadrat üstəgəl 24 12 mənfi 12 bura keçsək mənfi 12a kvadrat mənfi 3 mənfi 12 72 üstəgəl 72 mənfi 3 9 kvadrat 4a bunda diskriminantını hesablamalıyıq. 16 üstəgəl deməli 1584 1600 A1 2 A2 müsbət qiymət soruşduğuna görə biz elə 2-ni götürürük.